Yusif Heydəroğlu Məmmədəliyev 31 dekabr 1905-ci ildə Naxçıvan qəzasının Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən bir müddət sonra 1928-29-cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləmişdir. O, İrəvan azərbaycanlıların ictimai həyatında da fəal iştirak etmişdir. Yusif Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi əlaqədar mətbuat səhifələrində də çıxış etmişdir. 1942-ci ildə kimya elmlər doktoru və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsaslı demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı quranlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanı adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, rəisət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. Mir Qasımov, Tovçubaşov, Səməd Vurğun, Şiraq Qoyqorov, Yesman, Mikar Hüseynovla bərabər o, akademiyanın təsisçisi və Azərbaycan İş Akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1954-cü illərdə Azərbaycan SSR EA Fizika, Kimya və Neft bölməsində akademik katibi, 1954-58-ci illərdə Kirov adına Ardunun lektoru olmuşdur. Yusif Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.